Salam əziz dostlar, bugün sizi Bravo yanından salamlayıram. Bu binaların altında, Eklerin yerində üst kapı dediğimiz Əlyağanın dükkanı var idi. Bir tərəfi oyuncaq idi, bir tərəfi məişət avadanlıqları satışı idi. Həmişə uşaqda gelib baxırdım oyuncaqlara. Buradan Bravo həyətində radiozavodun binası idi. Həmişə üst mərtəbəsi betonlar, açıq betonlar görünür, yəni bağı yox. Burada sağda isə bu hal-hazırda otduğun yerində boz rəngdə binalar idi, daha obyektlər idi. Bəzisi restoran idi, bir var idi, aşağıdakı Toyota'nı işlədənlər, maşın zapçasları satanlar idi. Sonra var idi qapı pəncərə, İsmail'in yeri buradaydı. Ondan sonra gəldi garajlar, garajların içində avtoservisli, vulkanizasiya, stresor falan belə şeylər var idi. Ondan da aşağıda radiozavoddur, oranın idman zalını girdik biz uşaqda. Orada judoya gelirdik, yadımdadır, buradan düşürdük aşağı, içəri tərəfə.